Quş səsi əsəblərin müalicəsi. Quş səslərinin insan beyninə sakitləşdirici təsir göstərdiyi elmi araşdırmalarla bir daha təsdiqlənib. Mütəxəssislər bildirib ki, quş səsini dinləmək narahatlıq, stress və depressiya əlamətlərini azaltmağa kömək edir. Scientific Reports jurnalında dərc olunan 2022-ci il araşdırmasında 1300-ə yaxın iştirakçı 2 həftə ərzində gündə bir neçə dəfə öz emosional vəziyyətini qeydə alıb. Nəticələr göstərib ki, quş səslərini eşidən insanların psixoloji vəziyyəti yaxşılaşıb. Tədqiqatçılar hətta bu təsirin bir neçə saat davam etdiyini vurğulayıb. Digər araşdırmada isə iştirakçılar qulaqçıq vasitəsilə cəmi 6 dəqiqə quş nəğməsi dinlədikdən sonra daha az təşviş və depressiya hiss etdiklərini bildirib. Alimlər hesab edir ki, quş səsləri insan beyninə təhlükəsizlik siqnalı verir. Təbiətdə quşların susması adətən təhlükə ilə əlaqələndirilir. Buna görə də quşların nəğməsi insanlarda rahatlıq və təhlükəsizlik hissi yaradır. Mütəxəssislər açıq havada daha çox vaxt keçirməyi və quş səslərinə diqqət yetirməyi tövsiyə edir.